Salam əziz abituriyentlər, Miqve sertifikasiya yazılaşan müəllimlər, hər birinizi xoş gördük. Sizlərlə bugün biz orta, yeni və misraç dövrü mövzusunu izahına baxacağıq. Bu video izahların davamlı və ardıcıl gəlməsini istəyirsinizsə, kanala abunə olub, bəyənib paylaşa bilərsiniz. Keçək elə mezolit dövrü, yəni söhbət orta daş dövründən gedir. Demək, biz mezolit dövrünü necə xarakterizə edirik? Orta daş dövrü kimi. Və başqa adlarında necə deyə bilərsiniz? Yeni dərsliklərə əsasən biz qeyd edə bilərik bunu yonma daş dövrü. Daha sonra bunu da qeyd edək ki, mezolit dövrü eradan əvvəl 12-ci minillikdə başladı. Eradan əvvəl 8-ci minillikdə isə başa çatmışdı. Və bu dövrdə insanların məskunlaşması üçün əlverişli şərait daha da yaxşılaşdı. Və insanlar hansı sahələrlə məşğul olurdu? Ovçuluq, daha sonra qeyd edə bilərik ki, yığıcılıq və balıqçılıq idi. İndi bu dövrdə insanların ən böyük nailiyyəti nə oldu? Ən böyük nailiyyət bəllidir ki, ox və kaman ixtira olundu. Ox və kaman ixtirası nəticəsində isə heyvanlar uzaq məsafədən ovlanmağa başlanılır və xüsusən də qida ehtiyatını artırırlar. O cümlədən də heyvanların, yadda saxlayın ki, əhliləşdirilməsi başlandı. Yəni heyvanların əhliləşdirilməsi söhbət hansı dövrdən gedir? Mezolit dövründən gedir. Və mezolit dövründə ibtidai əkinçilik, ibtidai maldarlığın əsası qoyulur. Bu hissələrdə də tam diqqətli olmaq lazımdır ki, bizdən soruşulsa ki, ibtidai əkinçilik, daha sonra ibtidai maldarlıq. Bunların yaranması hansı dövrə aiddir? Mezolit dövrünə aid olunur. İbtidai əkinçilik və ibtidai maldarlığın yaranması bu deməkdir ki, artıq istehsala keçid oldu. Hansı təsərrüfata? İstehsala keçid. Mənimsəmə təsərrüfatının yaranması alt paleolit, mənimsəmədən istehsala keçid isə mezolit. Yəni istehsalın əsası qoyulur. İstehsalın formalaşması isə neolit dövrünə aiddir. Və mezolit dövründə əmək alətləri çaxmaq daşı, xüsusən də sümükdən, yadda saxlayın ki, hazırlanır. Bu dövr hansı abidələr əsasında öyrənilir? Qobustan, bir də ki, Qazax rayonu ərazisində söhbət damcılı mağarasından gedir. Əsas məsələlərdən biri də Qobustan qayaüstü təsvirləridir. Burada hansı təsvirlər aşkar edilmişdir? Qeyd edə bilərik ki, gəmi təsvirləri var, insan təsvirləri var, heyvan təsvirləri var, yəni rəsmlərdir. Daha sonra qeyd edə bilərsiniz ki, müasir yallı rəqslərinə oxşar rəqslər edir ki, bunlar hamısı Qobustan qayaları üzərində aşkar edilmişdir. Digər bir nüans nədən ibarətdir? Məsəl üçün, gəmi və yaxud da qayıqların hazırlanması üçün ağızların içi oyulurdu və xüsusən də sümükdən müxtəlif alətlər hazırlanmışdır. İz hazırlanırdı, oxucu hazırlanırdı, harpun hazırlanırdı və harpun hansı məqsədlə hazırlanmışdır? Balıq ovlanması üçün. Üst paleolit dövründə isə balığın ovlanması üçün biz adi saldaşlarını misal göstərə bilərik. Və Qobustan təsvirləri bu dövrdə həm ibtidai incəsənətin inkişaf etdiyini, həm də dini ayinləri əks etdirən rəsmlərin olduğu qeyd olunurdu. Ancaq biz sadə incəsənətin yaranmasını qeyd etsək, bu alt paleolit dövrünə aiddir. Digər bir nüans, burada arxeoloji tədqiqat aparan kim olmuşdu? Söhbət, yadda saxlayaq ki, Tur Heyerdaldan gedir. Tur Heyerdal nə vaxt 20-ci əsrin sonlarında apardı. Və bu adamın arxeoloji tədqiqat əsasında qeyd olunur ki, Azərbaycan gəmçiliyin inkişaf etdiyi diyardır. Daha sonra Qobustanda ümumiyyətlə qayaüstü təsvirləri aşkar edilməsi 1939-cu ildə oldu İshaq Cəfərzadə tərəfindən. 1966-cı il bədii tarix qoruğu elan olunur. 2007-ci ildə isə UNESCO-ya daxil olur. Bu mezolit dövrüdür. İndi isə sizlərlə keçid alaq növbəti mərhələyə, neolit dövrünə. Demək, neolit dövrü, yadda saxlayaq ki, bu dövrü biz necə adlandırırıq? Neolit dövrünü yeni daş dövrü adlandırırıq. Yəni, ingilis dilində də
Neos nədir? Neos yeni, lit isə bilirik ki, daş deməkdir. Demək, neolit dövrü adlandırıldı, yeni daş dövrü. İndiki hal-hazırda dərslərə əsasən bunu belə də adlandıra bilərsiniz. Cilalı daş dövrü və 10-cu sinifin, 6-cı sinifin yenə ziddiyyəti meydana çıxıb ki, eradan əvvəl 8-ci minillikdən başlayır və eradan əvvəl 6-cı minillikdə isə başa çatır. Bu da 8-ci minillik sonları, eradan əvvəl 6-cı minilliyin ortaları. Əsas məsələ minillikləri bilin, bəs eləyər. Bu dövrdə xüsusi nüanslardan biri də ondan ibarətdir ki, məsəl üçün biz qeyd edə bilərik ki, hansı təsərrüfat formalaşdı? Bəllidir ki, istehsal təsərrüfatı formalaşır və əhalinin əsas məşğuliyyəti hansı sahə idi? Əsas məşğuliyyət yadda saxlayaq ki, əkinçilik və maldarlıqdır. O cümlədən də ki, əmək alətləri də, məsəl üçün biz qeyd edəcəyik ki, çaxmaq daşı və dəvə gözündən hazırlanmışdır. Əkinçilik, maldarlıq əsas məşğuliyyət oldu, istehsal təsərrüfatı idi və hətta orada xüsusi nüanslar var ki, məsəl üçün özləri üçün insanlar vəzifələri, daimi yaşayış yerləri müəyyən etdilər, istehsal təsərrüfatını formalaşdırdılar. Bunlar da hər biri gəldi, gətirib çıxardır insanların təbiətdən asılılığına son qoyulmasına. Yəni, sual verilsə ki, təbiətdən asılılığa son neolit dövründədir. Digər bir nüans nədən ibarətdir? Ümumiyyətlə, bu dövrdə insanlar ilk vaxtlar hansı həyat tərzi sürmüşlər? İlk vaxtlar yeni dərsliklər qeyd edir ki, köçəri, daha sonra isə oturaq həyat tərzi sürdü. Bu da təsərrüfatın inkişafı ilə əlaqəlidir. Oturaq həyat tərzi təsərrüfatın inkişafı ilə əlaqəlidir. Müxtəlif peşələr yarandı və özləri üçün vəzifələr, daimi yaşayış yerləri müəyyən etdi, istehsal təsərrüfatı formalaşdı. Nəticədə də təbiətin asılılığına son qoymuş oldular. Əkinçilik, maldarlıqla bağlı isə qeyd edirik ki, əkinçilik, maldarlıq əsas məşğuliyyət olur və toxa, yadda saxlayaq ki, əkinçiliyi təbii ki, burada yarandı. Taxılın biçilməsi üçün oraqlar hazırlanır. Torpağın yumşaldılması üçün toxanı qeyd edə bilərsiniz. Və digər bir nüans nədir ibarətdir? Sümükdən və o cümlədən ki, ağacdan müxtəlif alətlər hazırlanmışdır. Toxalar, oraq dişlər, çəkic, baltalar. Bu isə, məsəl üçün, əsas Naxçıvan, daha sonra Tovuz, sonra Ağcabədi qeyd edə bilərik. Digər bir ərazilər, Qobustanı qeyd edə bilərik, Təbrizi qeyd edə bilərik ki, toxalar, oraq dişlər tapıldı. Bu da istehsal təsərrüfatı və əkinçilik, maldarlığın meydana gəldiyini göstərirdi. Əsas nüanslardan biri də sənətkarlıq sahələri. Biz bilirik ki, duluzçuluğun meydana gəlməsi, daha sonra saxsı, qab istehsalı, bunlar hansı dövrə aiddir? Neolit dövrünə aiddir. Və əsas da biz qeyd edə bilərik ki, saxsı qab istehsalı bu dövrün ən böyük nailiyyətlərindən biri olmuşdur. Və xüsusi bir nüans da ondan ibarətdir ki, daş alətlərini cilalamağı və deşməyi öyrəndilər. Daş alətlərinin cilalanması və deşilməsi hansı dövrə aiddir? Neolit dövrünə. Yəni, sənətkarlığın yeni sahələrinin meydana gəlməsi neolit dövründədir və bunların hər birini biz neolit inqilabı adlandırırıq. İndi isə keçid alaq eneolit dövrünə. Biz eneolit dövrünü necə adlandırırıq? Eneolit dövrünü biz misdaş dövrü adlandırırıq. Demək ki, eneolit. Bu dövrü necə adlandırdıq biz? Bu dövrü misdaş dövrü adlandırırıq. Hətta bunu belə də xarakterizə edə bilərik ki, daş dövründən tunca keçid. Tunca keçid. Və müxtəlif ölkələrdə fərqli vaxtda yaranıb. Bəzisində tez, bəzisində gec yaranıbdır. Və metal da ilk dəfə olaraq, yadda saxlayaq ki, qədim şərqdə meydana gəlmişdir. Əsas məsələlərdən biri də bundan ibarətdir ki, əhali, yenə də biz bilirik ki, oturaq həyat tərzindədir. Hansı? Oturaq həyat tərzindədir və əkin biçin alətləri hazırlandı. Torpağı toxa ilə təmizlədilər bu dövrdə. Daha sonra müxtəlif taxıl növlərini yetişdirdilər.
o cümlədən də ki, daimi yaşayış yerləri müəyyən olundu. Hansı ərazilərdə məskən salmışdı? Əhalinin məskən salması, məsəl üçün, çay kənarında qeyd edə bilərik. Daha sonra bulaqlar ətrafında qeyd edə bilərik ki, bu ərazilərdə məskən salmışlar. Evlər nədən inşa olunurdu? Möhrədən inşa olunurdu. Daha sonra isə kərpicdən söhbət hansı dövrdən gedir? Eneolit dövründən gedir. Hansı formadaydı? Qeyd edə bilərsiniz ki, məsəl üçün, düzbucaqlı formasındadır ki, bu formada inşa olunmuş evlər var idi. Hətta bunu qeyd edə bilərsiniz ki, məsəl üçün, bu dövrdə düzbucaqlı formada evlər və qazma tipli evlərə də rast gəlinir. Söhbət eneolit dövründən gedir. Evlər ümumiyyətlə vahid planda inşa edilmişdimi? Xeyr, pərakəndə formadaydı və bu evlərin davamlılığını artırmaq üçün dayaqlar düzəldilirdi. Nələr düzəldilir? Dayaqlar və bu tip evlər, yadda saxlayaq ki, Cəlilabad rayonunun Əlköməktepe kəndinə aiddir. Bir vaxtlar bunu çıxartmışlar və burada əlavə eləmişlər ki, ənənəvi dərsliklərdə atın sümükləri falan tapılıb, amma indi isə qeyd olunur ki, Cəlilabad rayonunun Əlköməktepe kəndində xüsusi dayaqlı evlər inşa edilibdir. Əmək alətlərinə gəldikdə isə paleolit dövründən başlayaraq burada da daş və sümük, daha sonra hətta metaldan da əmək alətləri hazırlandı və insanların ilk dəfə metalla, mislə tanışlığı eneolit dövrünə aiddir. Metaldan bəzək əşyaları falan bunlar hazırlanmışdı. Ev sənətkarlığında isə bəllidir ki, torpağı ilə yumşaldırlar, toxa ilə yumşatdılar. O cümlədən də ki, toxuculuqda bunu da yadda saxlayaq ki, biz o cümlədən qaşovvari alətlər, iynədən istifadə olunurdu. Əkinçilik maldarlığa gəldikdə isə neolit dövründə olduğu kimi əkinçilik maldarlıq da bu dövrdə inkişaf etdi. Demək ki, əkinçilik, bir də maldarlıq bu dövrdə də inkişaf edir. Bir fərqli nüans var ki, ərzaq mənbəsinə çevrilmişdi və xüsusən də biz toxa əkinçiliyinin inkişafına da qeyd edə bilərik. Yəni, toxa əkinçiliyinin inkişafı hansı dövrə aiddir? Eneolit. Yaranması bəllidir ki, neolit dövründədir. Digər bir nüans isə bundan ibarətdir ki, məsəl üçün, burada xüsusən toxuculuqda müxtəlif alətlərdən hazırlanması və torpağın da toxa ilə yumşaldılması bəllidir ki, taxılın da oraqla biçilməsi bu dövrdə var. Yəni, çaxmaq daşı və dəvə gözündən hazırlanmış alətlərdən idi. Əsas məsələlərdən biri də budur ki, burada ictimai bərabərsizlik yarandı, yəni məhsulun artması və əhali arasında təbəqələşməkdir. Söhbət hansı dövrdən gedir? Eneolit dövründən gedir. Sənətkarlıq sahəsinə gəldikdə isə bəllidir ki, duluzçuluq, metal işləmə, təbii ki, toxuculuq bu sahələrdə bayaq qeyd edildiyimiz kimi nümunələr də göstərdi ki, eneolit dövründə var və toxuculuğun inkişaf etdiyini sübut edən, yadda saxlayın ki, iyuclarının tapılması. Yəni, sual verilsə ki, eneolit dövründə toxuculuğun inkişaf etdiyini sübut edən nədir? İyucları. Toxuculuğa təkan verənsə, bunu yadda saxlaya bilərik ki, məsəl üçün, qoyunçuluq sahəsi inkişaf etmişdir. Və bir də ki, yun istehsalı yadda saxlayın ki, artdı. Bunlar təkan verir. Toxuculuq sahəsinə təkan verən, təbii ki, hadisələr idi. Və eneolit dövründə də bunu qeyd edə bilərsiniz ki, duluzçuluğun, yəni saxsı qabın istehsalı daha kütləvi hal aldı. Yəni, daha kütləvi istehsal, daha kütləvi saxsı qab istehsalından söhbət gedir. Hansı dövrə aiddir? Eneolit dövrünə. Ancaq saxsı qabların bəsit və kobud formada hazırlanması bu neolit dövründə idi. Hətta saxsı qab istehsalında yeniliklər oldu, naxışlar vurulur. O cümlədən də ki, saxsı qabları hazırlamaq üçün şürələr meydana gəldi. Söhbət hansı dövrdən gedir? Eneolit dövründən gedir. Və xüsusi bir məqam metallurgiyanın meydana gəlməsində duluzçuluq sənəti saxsı qabın istehsalını qeyd edə bilərik ki, metallurgiyanın meydana gəlməsində mühüm rol oynamışdır. Mis yataqları hansı ərazilərdədir?
qeyd edə bilərik ki, Gədəbəy ərazisində, Qarabağ ərazisində, bir də Daş Kəsən ərazisində idi ki, burada mis yataqları var idi. Və ibtidai metal işləmənin də əsasının qoyulması. İbtidai, yadda saxlayaq ki, metal işləmə. Söhbət eneolit dövründən gedir və xüsusən də qeyd edə bilərsiniz ki, ümumi olaraq bax, bu metal işləmə sənəti insanların ilk dəfə metalla tanışlığı söhbət eneolit dövründən gedir. Dəfn etmə adəti, bir də ki, nəsil qəbilə quruluşu desək, qəbilə icması hələ də davam edirdi. Qadın müqəddəs hesab olunurdu və qadın heykəlləri tapılmışdı. Qadın heykəllərinin də tapılması eneolit dövrünə aiddir. Ölülərin dəfn etmə adəti isə bəllidir ki, evlərin içərisində dəfn olunurdu və qan rəmzi olaraq da oxra səpilirdi bunların üzərinə. Bir də bu dövrdə Ön Asiya ölkələri ilə ticarət əlaqələri, mədəni əlaqələr saxlanılmışdı. Bu günlük bu qədər. Sağ olun. Növbəti dərslərdə görüşmək ümidi ilə.